Daha sonra qarşısında üçbucaq işarəsi qoyulmuş sözün mətndəki mənasına uyğun şərh hansıdır? Baxın, bu sözün yazılışına və leksik mənasına diqqət edin, dəyərli şagirdlər. Assimilasiya sözü haqqında məlumat verək. Assimilasiya sözündə də nəzərinizə çatdırım ki, vurğu hara düşür? A-nın üzərinə düşür. Assimilasiya. Yəni, assimilasiya prosesi nədir, nəyə deyilir? Bir çox elmlərdə siz bu ifadəyə rast gələ bilərsiniz. Belə ki, bu dilçilikdə, geologiyada, tarixdə, coğrafiyada istifadə olunan bir ifadədir. Ona görə də gəlin assimilasiya sözünü müzakirə edək. Burada cümlədə deyir ki, lakin tarix boyu Azərbaycan dili assimilyasiyaya qarşı davamlı olmuş, öz sabitliyini, özünə məxsusluğunu qoruyub saxlaya bilmişdir. İndi qayıtsaq sualımıza. Sualımızda da deyir ki, işarə qoyulmuş sözün mətndəki mənasına uyğun şərh hansıdır? Baxın, assimilasiya sözü tarixdə və coğrafiyada nə mənada işlənir? Lüğəvi mənasını yadınıza salın. Tarix və coğrafiya elmlərində bu mənada işlənir. Təbiətdə və cəmiyyətdə nəyəsə təsir göstərib uyğunlaşdırmaq, təsir altına salmaq, başqa xalqın dili ola bilər, adəti ola bilər, mədəniyyəti ola bilər. O adət, ədənəni, dilini onlara qəbul etdirirsən və nəticədə bir xalq öz milli mədəniyyətini, kimliyini itirir, digər xalqa qarışır. Mətndə də elə məhz bu məsələdən danışır. Fikir verin. Burada deyir ki, lakin tarix boyu Azərbaycan dili assimilyasiyaya qarşı davamlı olmuş və öz sabitliyini, özünə məxsusluğunu qoruyub saxlaya bilib. Məhz bayaq dediyim termin məqamında işləndiyi üçün E variantı düzgün cavabdır. Digərləri niyə olmur, izah edəcəm. Azərbaycan xalqının dili, adət-ənənəsi yad təsir nəticəsində əriyib getməyib. Yəni, assimilyasiya prosesinə məruz qalmayıb demək istəyir və mətndəki bununla uyğunlaşır. Mətndə dil məsələsi, burada da adət-ənənə yenə dil məsələsindən danışır. İndi deyəcəksiniz, digər variantlar niyə olmur? A variantında assimilyasiya sözünün dilçilik cəhətdən təhlili verilib. Yəni, deyir ki, dildə elə sözlər var ki, onun tərkibindəki səs yanındakı səsə bənzəyir. Bu, dilçilikdə olan assimilyasiya sözüdür və bir səsin digərinə uyğunlaşması buna deyirlər fonetik assimilyasiyaya. Biz bundan danışmırıq axı mətndə. Assimilyasiyaya uğramaq bəzi canlıların ən xarakteri xüsusiyyətidir. Bu da dəyişkənlik göstərmək mənasında, uyğunlaşmaq mənasındadır. Bunun da canlılardan danışır. Getdi hara? Biologiyaya. Bir fikri təkrarlamaqla kiminsə beyninə yeritmək doğru deyil. Burada ümumiyyətlə bu sözə bir yaxınlıq görmədim mən bu şərhdə. İstənilən bir xalq başqa bir xalqın adət-ənənəsinə, dilinə hörmətlə yanaşa bilər. Bax, D ilə E variantı bir-birinin tərsidir. E variantında hər hansı bir xalq digər xalqa təzyiq göstərir, onun öz mədəniyyətini, öz dilini dəyişməsinə, assimilyasiya prosesinə uğramasına təkan verir. Amma D variantı daha müsbət mənalı cümlədir. Onun bu ifadə ilə, bu proseslə heç bir əlaqəsi yoxdur. Demək ki, bu sözün yazılışını və deyilişini yadda saxlayın. Əlavə olaraq dedik ki, tarixdə, coğrafiyada termindir, dilçilikdə termindir, geologiyada da bir termin olaraq istifadə olunur. Lakin bu biraz geniş şərh olduğu üçün onu verməyəcəm. Özünüz araşdırıb baxa bilərsiniz. Yəni, lazım olmayacaq. Əsas tarix, coğrafiya, dilçilik tərəfini bilsəz bəsdir. Sonra deyir ki, hansı aforizm